Çünki eğer bir insana çok değer verirsənsə, o insan için can yandırırsan. Və həqiqətdə o insan belki sənin üçün hiçbir şey eləmir, ama sen o insan için söhbət mənəvi, yani finansiyel değil də. Yani pula göre eğlenmişsin, maddi cəhətdən deyil. Bəli. Yanında olursan, her şeyi bilirsən və sonra hiçbir şeydən sənə gəlib zərbə vuranlar adamı təsir ki, yəni niyə? Mən sənə yaxşı olmuşam. Böyle köpərəm. Bu dünən səhərdən də ağlayırdım, mən pis oldum, öyle bildim. Ailemde nəsə problem. Dostlar, bizim iyiləxan insanlar çoxdur bu həyatda. Bugünləri sən TikTok, əsasən TikTok'ta tanınırsan deyarsın. Bugün sənin ətrafında çox insanlar olacaq. Amma mən düşünürəm ki, sən onların içindən dostlarını seçməlisən. TikTok'ta adam özüne dost tapar. Tabii xanımdır da. Dostum iyi ama mən bir onu gördüm ki, bu TikTok'ta doğrudan ayağımı büken çok oldu. Reyting için üstüme şer, böktan, ailemi dağıtmak için çok insan oldu. Yani her insan hayatında sərf ola bilər, şəxsi həyatı ola bilər. Amma eğer bir insana baxırsansa, ailesi var, uşaqlar var, ne olursa olsun. Yani qıraqdan olan insanlar, mən profilləri bilmirəm, komik yazanlardan getmir. Bəli. Yayıncılardan getmir. Tanıdığın insanlar. Bəli. Yani belki salam aleykümüm var sadece sosyal şəbəkədə. Yani insanların üstüne ne kadar rahat ləkə ata bilirlər. Bu mənə təsir edir təbii ki. Ve vaxt keçici görürəm ki, az belki sosyal şəbəkələrlə heç kimə yaxın durmamalısın. Yani Sən olsa PK eləmirsən, şutur qazanmırsan, sənin özünün maşallah ərinin işi var, gücü sən açırsan, sənə indi hədiyyə atırlar, sevirlər, bura gəlirsən, evin dostumuz var, indi mən o xətri çox istəyirəm, çox özünə qapanan, yəni özünün şeyləsin biləndir, onun da bir biznesi var. Bir iki dəfə dostlarım var, amma görürsən ki, uğurlar heç vaxt həzm olunmur. Bu televiziyada da belədir, müğənniler arasında da belədir. Bugün öndə gedən insanları sevən də var, sevməyən də var, hətta rusunu kəsən də var. Misal üçün, nəinki Aysel, nəinki Robik. Bu mən Robikin uğurlarına sevinirəm, niyə sevinməyim? Dostumdur,